hazırlayırıq. Artıq ördəyi təmizləmişik və bıçaqla 5-6 yerdə bıçaq batırıram ki, daha da dadlı olsun, daha da ləzzətli olsun. İndi bizə nə lazım olacaq? Lazım olacaq bizə turşu, duz və acı biber. Yəni bu istiotu yayda mən sapa keçirib qurudub saxlamışam. Yəni bundan istifadə edəcək. Bir qaşıq turşuya və duza azacıq su əlavə edib qarışdırırıq ki, yəni ki, yaxşıca dad, ləzzət götürsün də, yəni turşuda açılmış olsun. Sonra isə ördəyi yaxşıca həm içərisinə, hər tərəfinə yaxşıca turşulayırıq və 2-3 saat saxlayırıq ki, dad götürsün. Bu müddət ərzində isə artıq ləvəngimizi hazırlayırıq. Ləvənginin hazırlanması qaydasını, yəni hazırlanmasının videosunu daha doğrusu paylaşmışam burada və aşağıda linkini yazacağım ki, bilməyənlər üçün, yəni ki, kiməsə lazım ola bilər. Bişirmək üçün nə edirik? Yaxşıca bir böyük qazan götürürük ki, ördəyimiz onun içərisinə yerləşsin. Əvvəlcə demək qoymamışdan əvvəl ördəyin içərisinə ləvəngi qoyuruq və tam istədiyimiz qədər ləvəngi qoyduqdan sonra qazanın içərisinə qoyuruq. Mən bu qazana qoydum, yerləşmədi, sonra məcbur olub böyük bir tavaya qazana qoydum. İçərisinə su əlavə edirik və qoyuruq qaz sobasının üzərində bişməyə. Əlbəttə ki, tez-tez nəzarət edirik ki, daha da bişsin. Yəni ki, ördək elə bax, biraz gec bişir. Nəysə, bir-iki qaynadıqdan sonra 1-2 xörək qaşığı suyuna ləvəngi əlavə edirəm ki, daha da suyu dadlı olsun, daha da yəni ləvəngili suda bişmiş olsun. Bəziləri rub əlavə edir, bəziləri sumaq əlavə edir. Kim necə istəyirsə, nəsə bu tərzdə ləvəngi, ördək çölməsini, ləvəngi ilə bişirməsini, yəni çölmə ördəyin bişirməsini sizlərlə paylaşdım. Bildiklərim bu qədər. Kanalımıza baxın, abunə yazın, bizdən ayrılmayın.